Elm əhli də qiyamətə qədər var. Elm əhli qiyamətə qədər var. Az da olsa var. Və Allah Rəsulü bizə onların vəsiflərini bildirib. Hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Yəhmilu həzəl ilm min kulli xələfin uduluhu. Bu elmi, yəni şəri elmi, hər sonradan gələn nəsillərin içərisində ədalətli olanlar daşıyacaqlar. Yənfuna anhu təhriful qalin və intihadul mubtilin və tə'vilul cahilin. Allah Rəsulü həmən elm əhlinin vəsiflərini bildirir. Bu vəsifləri bilən müsəlman elm əhlinin kimliyini tanıyır. Kimdir həmən elm əhli? Allah Rəsulü buyurur. Onlar birinci ədalətli olanlardır. Deməli, birisi zülmlə bir yerdə elmdən danışırsa, zülmlə birlikdə insanlara zülm edir. Ancaq elmdən danışırsa, deməli, Allah Rəsulunun bu hədisinə görə ədalət vəsifi həmən bu elm əhlində yoxdur. Sonra üç vəsifini bildirir Peyğəmbər s.ə.v. Deyir ki, elm əhli o şəxslərdir ki, həmən elmdən, yəni şəri elmdən həddi aşanların təhrifini inkar edirlər. Həddi aşanların təhriflərini inkar edirlər. Və intihadil mubtilin. Elmin əhli olmadığı halda onu iddia edənlərin batillərini rədd edirlər. Elm əhlinin üçüncü sifəti. Və tə'vilul cahilin. Və cahillərin bu elmə verdiyi açıqlamaya, şərhə, rəddiyə verirlər. Allah Rəsulü hədisdə buyurdu ki, bu elmi hər sonradan gələn nəsillərin içərisində ədalətli olanlar daşıyacaqlar. Onlar həddi aşanların həddi aşmalarını rədd edəcəklər. Elmə haqsız yerə əhl olduğunu iddia edənlərin batillərini rədd edəcəklər və cahillərin bu elmə verdiyi şərhi rədd edəcəklər. Həmən əsl elm əhlinin bu hədisə görə vəsifləridir. Elm aldığın insandan, alimdən bu vəsiflərə bax. Müsəlmana düşən budur ki, baxsın bu şeylərə. Elm əhlini tanısın. Və bugünün gördüyümüz fitnələrindən elmdən danışan, təhsil almış, şəriət təhsil almış insanlar 5 il, 10 il təhsil alıb, gəlib şirk, küfür edənlərə vəkillik edirlər. Və şirkə, küfrə qarşı olanlara isə nə edirlər? Onların əleyhinə ittiham edirlər. Ancaq onlar da özlərini bu əqidənin, Əhl-i-Sünnə və Cəma əqidəsinin dəvətçiləri olduqlarını iddia edirlər. Və yaxud da elmi olmadığı halda danışanlar görürük. Ümumiyyətcə, anlayışı olmur, ancaq danışmağa həvəslidir. Danışır, çətin mövzulardan danışır. Şəriətdən anlayışı olmadıqları halda xütbə verir, kitab yazır və ilaxır. Ona görə müsəlmana, hər bir müsəlmana inşallah nəsiyyətim odur ki, elmi əsl əhlindən, elm əhlindən, alimlərdən öyrənmək lazımdır, oxumaq lazımdır. Və bu elm əmanətdir. Bunu hər nəsil özündən sonradan gələnlərə olduğu kimi çatdırmalıdır. Və bunun üçün də həmən elmi tələb etmək lazımdır, öyrənmək lazımdır. Ancaq əsl həqiqi əhlindən, sahibindən.